Əminliklə deyə bilərəm ki, bu reseptlə siz də puf çörəkləri ilk dəfədən hazırlaya biləcəksiniz. Sadəcə bəzi məqamları qısa olaraq qeyd edəcəm. Əvvəlcə ilıq suya maya, şəkər və duz əlavə edib qarışdırıram. Ardınca un və zeytin yağı əlavə edirəm. Burada bir məqamı qeyd etmək istəyirəm ki, çalışın unu tədricən əlavə edin. Çünki xəmir çox yumuşaq və bir qədər də yapışqan olmalıdır. Daha sonra mikserlə təxminən 5-6 dəqiqə yoğururam. Mikseriniz yoxdursa, əllə də eyni nəticəni əldə edə bilərsiniz. Mikserdən sonra üzərinə azca un səpib 1-2 dəqiqədə əllə toparlayıram. Daha sonra xəmiri örtüb dincəlməyə qoyuram. Sonra xəmirin üzərinə azca un səpib mandarindən biraz böyük ölçüdə kündələrə bölürəm. Kündələri yayıb çay dəsmalının arasında saxlayıram ki, 5-10 dəqiqədə mayalansın. Orta odda bişirirəm. Kənarları qabarmağa başlayanda çevirirəm. Təxminən 6-7 saniyə sonra yenə çevirirəm. Üçüncü çevirmədə artıq çörəklər şar kimi şişdiyini görəcəksiniz. Hazır çörəkləri yenə çay dəsmalının arasında soymağa qoyuram. İstəsəniz buzdolabında da saxlaya bilərsiniz. Səhər yeməyində və ya dönər, sendviç üçün çox yaxşı seçimdir. Hər kəsə indidən nuş olsun.